Salam uşaqlar, necəsiz? Dünəndən güvən 10 sinif 4-cü qrup izahı deyirəm, video test olub. Bugün o testin izahını sizə verirəm. Yəni kim getmişsə və uşaqlar dünənlərin cavablarını atmışam, həll edib, amma bugün izahını sizə çəkirəm. Birincisi, yəni suallar sadə sualları, çətin bir sual yox idi. Birincisi, kalium sulfat, üstə gələk su. Buradan hesablamam məni apararsan. Üstə gələk su. Deməli, alınır nə? H2, alınır O2, kalium sulfat və əlbəttə ki, siz bunu bilirsiniz, mühit neytraldır. Mən həmişə demişəm uşaqlara, əmsallaşdırmaq lazım olanda suyun qabana 2 qoyun çıxacaq özü. Katod budur, anod budur. Yəni, suyun qabana 2 qoymaq deyəndə, yəni, çoxsunda belə alınır, 90% alırdı. Bəzən ola bilsin ki, çıxmasın, onda oksidləşmə redoksiyaksiyası vasitəsilə əmsallaşdırın. Katodda 44,8 litr qaz ayrılarsa, anodda 22,4 litr ayrılar. Katodda 11,2 litr ayrılarsa, anodda X-dir 4 dəfə azdır. Onda 22,4-də 4 dəfə azatsaq 5,6 litrə bərabər olur. Cavab oldu B bəndi. İkinci məsələnin əlinə baxırıq. Məhlul məsələsidir. Rahat məsələsi, çətin məsələ deyil. Birinci maddənin suda həll olunan əmsalı 250-dir. Deməli, bizə həll olan duzun miqdarını tapmaq lazımdır. 200 ml də suyumuz var. Vururuq 1000-ə. 1000-lə 250 ixtisar getdi. 50 eləyir burada. Deməli, 50A bərabərdir 200-ə. A-mızın da qiyməti burada bərabər oldu. Bir dəqiqə yox, düzgün ixtisar aparmadıq. 1000 bölsə 250-yə 4 eləyir. Deməli, 4A-mız 200-ə bərabərsə, A-mız da 50-ni verdi. Sonra, aha, tamam, 50 oldu. Keçdi indi ikincini hesablamağa. 400'ümüz bərabərdir, 50 qram duzumuz var, suyumuz da B-dir, vurduq 1000-ə. Bununla bu getdi, 10 dəfə artıq oldu. B-miz də burada bərabər oldu 500, deməli, qram maddə 500-ə. B-miz də bərabərdir 500-ə. Bu 400 idi uşaqlar, bir dəqiqə. Bu 400'ü onunla bununla ixtisar etsək 2,5 olur bu. Aha, 2,5'i də biz vursaq 50-yə. Cavab bəli eləyir 125. Deməli, suyumuz da oldu 125. Deməli, bizim doğru cavabımız oldu nə? 50 və 125. Variantımız C variantı. Davam elədik. Sadə bir məsələ 33-cü məsələ nə doğrudur? Üzvü bir maddədir. 3 müxtəlif element atomu var. Karbon, hidrogen və oksigen bir doğrudur. Bir də mürəkkəb maddə sözü doğrudur. Qarışıq deyil, safdır. Çünki formul mövcuddur. Molekulda 3 atom yox. Görün nə qədər atom var. 4, 5, 6, 7, 8. 8 atomu var. Ona görə 1 və 3 doğru variant Y variantını biz verə bilərik. 34-cü sual. Hansı tuzun suda məhlul qələvi mühit yaradır? Neytral mühit, turş mühit. Mühiti qələvi edən D variantı natrium karbonatdır. Buradan deməli, əmələ gəlib bu duz natrium hidroksitdən və karbonat turşundan əmələ gəlibdir. Və yaxud da bu duzun sadəcə hidrolizini bir dənə apara bilərik. Natrium karbonat hidrolizi elədiyi anda məhlulda ilk olaraq mən uşaqlara bunu bu cürə öyrədirəm ki, bax, suyu da duzu da açın, yazın və mühit qələvi olduğuna görə birinci qələvini çıxardım. Mühit qələvi olduğu göründü və avtomatik olaraq yerdə qalanları birləşdirin. Bir natrium, bir hidrogen, bir CO2 birləşdirəndə də natrium HCO2 alındı. Deməli, mühit qələvidir, bəli, lakmus rəngi göyərir. Amma hidrolizindən turş duz əmələ gəlir. Bu isə bizə məhlulda qələvi mühit deyirsə, variant D variantıdır. Keçdik növbəti məsələmizə. Növbəti məsələmiz X tuzunun 100 qramı neçə qram üstə əldə etmək lazımdır ki, 400 qram bölə litr, deməli, qram bölə litr olmuş, doymuş məhlullansın. X tuzunun 100 qramını neçə qram suda? Əla, 400 qram həll olunma əmsalıdır. 100 qramımız duzdur, suyumuz nə qədərdir? Və bunu hesablamalıyıq. Deməli, ixtisar elədik 2,5. Deməli, bizim suyumuz burada 250 qram olmalıdır ki, doymuş 400 qramı verə bilsin. A variantını ifadə edirik. Keçdik sizdən 36-cıya. Mübadilə reaksiyası odur ki, 2 mürəkkəb girib, 2 mürəkkəb çıxsın. Əvəz etmə odur ki, bir bəsit bir mürəkkəbdən girib, bir bəsit bir mürəkkəb çıxsın. Baxın uşaqlar, mübadilə reaksiyası budur. Kalium OH. Bax, biz bunu mübadilə sayırıq, biz bunu da mübadilə sayacağıq. Əvəz etmə reaksiyası isə bir budur, bir də budur. Onda biz bunu hansı varianta uyğun verə bilərik? Gəlin baxaq. Deməli, bir budur mübadilə, bir də budur. Deməli, ox bir belə gəlir. Görək hansı oxumuz uyğundur. Budur.
Ya seçenmədik. Bir dəqiqə uşaqlar. Mübadilə. Bir belə. Bir də belə. Şu. Ay sağ ol. Bir belə, bir də belə. Bu görək. Budur. B bəndidir. B bəndidir. Əvəz etmə isə, əvəz etmə. Bir belə, bir də belədir. Bir belə, əvəz etmə, əvəz etmə. Belə, bir də belə. Düzdür. Bəli, B variantımıza uyğun gəldi. Sonra davam elədik. 37-ci sualımıza baxırıq. Neçədir? Bu 4-dür. Səhv eləmirəmsə, görə bilmirəm bunu. Bu M-dir, səhv eləmirəmsə, bu 4-dür. Bu 2-dir, bu da 5 olmalıdır, səhv eləmirəmsə. X qazın üzərinə tədricən Y, Z2 qazı əlavə edilməsi zamanı atomların ümumi mol sayını, maddələrin ümumi mol sayının asıllıq qrafiki verilmişdir. X qazın üzərinə tədricən, deməli, X qazı 2 moldur. Əlbəttə onun 1 molu. 1 molu. Aha, denk o tam dəqiq görə bilim, mən onu görə bilmədim. 37-ci sual. Yox, o deyil, 37-ci sual. 1 molu X2 atomdur. 2 mol SN2 atom bərabərdir. 4 atomu belə yadımıza saxlayaq. Və onun üzərinə təqribən Y, deməli, 2 molun üzərinə neçə mol əlavə eləsək, düz tapmışıq. 2 molun üzərinə neçə mol əlavə eləsək, deməli, 5 mol eləyər, 3 mol da bunu əlavə eləyərik ki, çünki 2-dən 5-ə qalxdısaq 3 mol əlavə eləmişik cəmi. Bu da olur Y, Z2. Ümumi atomların sayı neçədir? 3-ü 3-ə vuranda ümumi atomların sayı 9-dur. Və yaxud 4 atom edində 9 atom oldu. 4-ün üstə 9 gələn neçə atoma bərabər olur? 13 atoma bərabər olur. Deməli, doğru variantımız burada A variantıdır. Davam elədik. Hansı maddələr sp birləşməsi verir? Hər tərəfi 2 qat rabitəsi olanlar və 3 qat rabitəsi olanlar 2 və 3 bizə verir. Deməli, sp birləşməsini. Növbəti sualımıza baxırıq. Hansı sonsuzda məhlul elektrozitdə katodda metal ayrılır? Pasiv metallardan katodda metal ayrılır, civədir. Civə 2 nitrat, üstə su gəlirəm. Və bu zaman nə ayrılır? Uşaqlar civə ayrılır. Oksigen ayrılır, HNO çağırılır və katodda metal ayrıldığını müşahidə elədik. Elektrolitləri göstərin. İyonlarına ayrılan elektrolitlərdir. Xörək tuzu və kalium hidroksid. Şəkər üzvü maddədir, qeyri-elektrolitdə, kalsium karbonat da çöküntüdür. Çöküntülər qeyri-elektrolitdə eləyirlər. Doğru cavabımız olacaq 1 və 4, Y variantı. Kalium xlor tuzunu suda həll etdik və iyonlarına ayrıldıq. Kalium plus xlor əmələ gəldi. 1 moldan 2 iyon alınsa 5 moldan da 10 iyon ayrıldı. Amma əzizlərim, burada dissosiasiya dərəcəsi 80%-dir. Deməli, kalium xlor tuzunu suda həll etdikdə dissosiasiya dərəcəsi 80% olarsa, tuzun neçə mol iyonlarına ayrılmışdır? Əla. 100%-ə görə 5 mol iyon var idi. 5 mol iyon var idi. Amma onun 5 mol duz vardı. 80% dissosiasiya eləyib. Deməli, neçədən dissosiasiya eləyib? 4,8 mol dissosiasiya eləyibdir. Ona görə də 4 molu, yox, bağışlayın, 4 molu dissosiasiya eləyibdir. 4 mol dissosiasiya, cavab C bəndidir. Deməli, onda belə çıxır ki, bunun 1 mol iyonlarına ayrılmamışdır. 4-də 5, 80% dissosiasiya edibdir. Əla. Keçdik növbəti 42-ci suala. Mənfi 2-dən müsbət 4-də 6 elektron verirsə, burada 6 elektrondur. Mənfi 1-dən 6-nı verirsə, müsbət 5-ə çevrilir deməkdir. Ona görə də variantımız C variantıdır. Davam elədik. Təzyiqin zamanla asıllığıdır. Qapalı qabda reaksiya daxil olan maddələr tam sərf olunduqda təzyiqin zamanla asıllıq qrafiki verilmişdir. Baxın, təzyiq azalır, amma sıfıra düşmür. Baxın, A variantını seçənməliyik. 2-dən 3-ə təzyiqin artımı müşahidə olunur. Mol artımı təzyiq artımıdır. Mollar bərabərsə təzyiq bərabərdir. Burada təzyiq var idi, tamamilə sıfıra düşüb, maddələrin təzyiqi olmur. Burada 2 moldan 4 mola qalxırsa təzyiqin müəyyən bir nöqtədən qalxdığı müşahidə olunardı dedik. Mən burada Y variantını qəbul edirəm. Çünki 4 moldan 2 mola düşübdür. Müəyyən 4 moldan 2 mola düşübdür və təzyiqin azaldığı müşahidə olunur. 44-cü sual. Bir əsaslı qüvvətli turşuları göstərin. Nitrat turşusu bir əsaslı qüvvətli turşulardır. Nitrit turşu da bir əsaslı, amma zəifdir. Sulfit 2 əsaslıdır. Karbonat 2 əsaslıdır. Sulfit 2 əsaslıdır. Cavab C variantında həm bir əsaslıdır, həm də qüvvətli sayılır. Davam elədik sizlə.
İndi isə gəldik AS2, AP3 elektron formuna malik element haqqında danışın. 5-ci qrupda yerləşir, maksimum müsbət 5. Doğru fikirdir. Atomunda 35 elektron var. Kiçik dövrdə 35 elektron necə ola bilər? Kiçik dövr elementlər bitir 18 elektronla. Böyük dövr artıq 19-cu elektrondan başlayır. Ona görə ikinci versiya tamamilə səhvdir. Dördüncü dövr artıq böyük dövrdür. O sayıla bilməz. Gərək ikinci, üçüncü dövr olar ki, biz onu kiçik dövr sayıla bilək. Yalnız bir doğrudur. O belədir A variantı. 46-cı sual. Tarazlıq sabitini hesablayın. KT nəyə bərabər? Hər zaman alınanın tarazlıq qatılığını biz bölürük başlanğıc maddənin tarazlıq qatılıqlarına. Əmsal varsa təbii ki biz onu kvadrata yüksəltməliyik. Belə bir tənlik alacaq əldə və doğru variantımız D variantı olur. Növbəti sualımıza keçid aldıq. 47-ci suala. Suda həll olur, hər ikisi yaxşı həll olur. Turş duz desə ikisini qəbul edirik. Normal duz desə 3-ü. Natrium hidroksidlə ikisi də reaksiyaya girir. Birindən çöküntü, birindən su alınır. Gəlin baxaq. Natrium H2, PO4. Üstə gələk uşaqlar. Üstə gələk. Deməli nə? Natrium OH. Nə alınır buradan? 1H, 2 natrium OH yazım ki tam neytrallaşdırım. 2 su alınsın. Üstə gələn natrium 3PO4. Gördünüz buradan suyun alındısı alınmağıdır. Ferrum klorikin üzərinə 2 molekula natrium OH gəldiyində isə alınır nə? Natrium xlor, ferrum OH-dan 2 dəfə və çöküntü alındı, yaşıntı reaksiya axıra qədər getdi. Deməli mən 4-ü düz ortaya qoyuram. Hər ikisinə aiddir. Zəif əsas qüvvətli turşudan əmələ gəlib. Bəli, zəif əsas qüvvətli turşudan, ferrum H2-dən, H-xlordan. Ona görə bura 5-ə əlavə edirəm. Doğru versiyamız olacaq 2, 1, 4, 3, 5 Y variantımız. Növbəti 48-ci məsələmizə baxırıq. Dövr sistem cədvəlində əsas yarım qrup elementlərində nə doğrudur? Atom radisi birincidə artır, bəli. İkincidə azalmalıdır, səhv verilib. Oksidləşdiricilik burada azalır, digərində artır. Soldan sağa artır, düz verilib. İyonlaşma enerjisi belə azalmalıdır, belə artmalıdır, səhv verilibdir. Yalnız 2 B variantı doğru fikirdir. 49. Çox sadədir. Mənfi 2, müsbət 1, müsbət 7. Oksidləşmə dərəcə A variantı 50. Duz əmələ gətirən oksidlər, duz əmələ gətirməyənlər CO, NO, N2O, silisium odur. Qalanlar isə duz əmələ gətirənlərdir. 2, 3 və 5 duz əmələ gətirənlərdir. 51-ci suala keçid aldıq. Keçdik 51-ci sualın izahını uşaqlar. Deməli, hansı halda 3 əsaslı turşunun hissəsi mərhələsi doğru verilmişdir? H3, XO4 hissəsidir. H plus, H2XO4 minus, H2XO4 qayıdıb bir də hissəsi edir. H plus, HXO4 2 minus, HXO4 qayıdıb bir də hissəsi edir. H plus XSO4 3 minus. Doğru mərhələ 1. Doğru mərhələ 3'dür. 1-3 Y variantı. İkinci sual. İkivalentli metalın normal duz əmələ gətirən ortofosfat turşusu. Normal duz PO4 adlanır. 3, 3, 2 vuran. Ümumi atomların sayı 3 üstə gələk 5, 2'ye vuranda 10. Ümumi atomların sayı 13 B variantı. D orbitalında minimum elektron sayı. D orbitalı 1'dən 10'a 2000 olur və minimum elektron sayı 1'dir. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d1, 4s1 və proton cayı 21'e bərabərdir və bu skancim elementin uyğundur. Keçdik digərinə. Oksidləşmə redoksiya reaksiyası kalsium 0'dan müsbət 2, azot müsbət 5'dən müsbət 1'e keçir. Kalsium 0'dan keçdi müsbət 2'ye. 2 elektron verdi. Azot müsbət 5'dən azot müsbət 1, amma 2 nəzərə alır. Mən bunu keçən dəfə də sizə dedim ki, N2O-dur, ferrum S2'dir, kalsium C2'dir, üzüm maddələrdə də indekslər qəbul olunur. Çünki bunlar qeyri-polyar kovalent rabitəmizə göstərirlər.
Məsəl üçün, baxın, ferrum eski yazıram elə. Ferrum eskidə bir ferrum S görürüz qeyri-polyar rabitənin varlığı. Arasında qeyri-polyarın olması kükürt nöqtə seçmə dərəcəsi -1-ə bərabər olması ilə ispatlanır. Valentisi 2'dir. Və indeksiyona görə nəzərə alınır ki, kükürt kür arasında qeyri-polyar kovalent rabitə var. Və yaxud da kalsium karbitə baxın. Kalsium karbitə karbon arasında 3 qat rabitə olduğuna görə, qeyri-polyar rabitə olduğuna görə karbon indeksi burada nəzərə alınır. İndi burada da 8 elektron alır. 2, 8, 8, 2, 4, 1. 4'ü koyduk kalsiyumun qabağına. Azot 8'i burada, 2'si burada 10. Hidrogenə də 5. Reduks edici əmsalı 4. Oksidləşdirici əmsalı 10. Oksidlərin əmsalı N2O ilə sud oksidlər cəmi 6'dır. B nəyə bərabərdir? A ilə C'nin cəminə düzdür. A nəyə bərabərdir? B-yə səhvdir. C bərabərdir, yəni 6 bərabərdir 1,5 A-ya düzdür. B bərabərdir 2 C-yə xeyr səhvdir. Birinci və üçüncü versiya doğrudur. Nəhayət açıq suallara gəldik. Temperaturun zamanı nasıllığı, tau 1'in tau 2'ye nisbəti, qamma üstü T2 çıxaq T1'in bölək ona nisbətidir. Baxırıq. 80 bölək A bərabər 2 üstü 40 çıxaq 20 bölək 10. Yəni 80 bölək A 2 üstü 2 4. 4A 80'dirsə A'nın qiyməti də 20'yə bərabərdir. Cavab 20. Barium xlor 2. Barium xlor hansı maddələrlə reaksiya daxil olduqda çöküntü əmələ gəlir? Natrium karbonat ilə. Çünki natrium karbonatın üzərinə barium xlor 2 gəlsə çöküntü alınır. Nətər çöküntü alınır? Natrium xlor, barium karbonat. Gördünüz? Keçdim. Natrium karbonatın üzərinə HNO3 gəlsəm nə alınır? Kim deyər? Gəlin baxaq. Natrium NO3 üstə gələk. H2CO3. H2CO3 nəyə parçalanır? CO2 və suya. Çöküntü yox, qaz və su alınır. Kalium OH üzərinə natrium karbonat gəlsəm, natrium karbonat heç bir çöküntü, heç bir qaz, heç bir su alınmır. Reaksiya baş vermir. Və nəhayət, əgər mən barium xloridin üzərinə gümüş nitrat gəlsəm, ağ çöküntü alınır. Alınır gümüş xlor, ağ çöküntü. Bir də barium NO3'dən 2 dəfə. Deməli, 1 və 4 doğru variantdır. 1 və 4. Davam elədik. Turş tuzu göstərin. 1'ə turş mühit, bağışlayın, neytral mühit, turş mühit, əsasi mühit, neytral mühit. Turş mühitə aiddir B, C, neytral mühitə aiddir A və Y. D seçeneğe uyğun gəlmir. Nəhayət situasiyalara keçdik. Sualımız var. Situasiyaya keçdik. Situasiyada belə bir misalımız var. XOH2 üstə gələk H2Y. Alınır XY plus 2 su. Və buradan 0,5 mol əsasdan 80 qram duz alınır. 1 moldan nə qədər duz alınır? XY. Yəni 160 qram duz alınır. 100%'in 160'dır. Onun 60%'i turşu qalığınındır. Yəni Y-indir. Y gəldi burada elədi 96. Onda X də bərabərdir 64'ə. Əla. Reaksiyanın tipini göstərin. Dəyişmə və ya mübadilə. Və soruşur. Alınan duzun növünü göstərin. Alınan duzun növü XY-dirsə turşu qalığı metal atomudursa normal duzdur. Reaksiyan alınan duzun molar kütləsini tapın. Y molar kütləsi 160'dır.
x plus 96 bayaq tapdım 160'dırsa, x-in isbatın kütləsi 64'dür. Nəhayət, turşunun molunu istəyir. Turşunun məhlul həcmi 0,25 litrdir. Turşunun molu isə bayaqların 0,5 mol əsasın turşu ilə reaksiyasından 80 qram duz alınır. Onda 0,5 mol əsas, 0,5 mol da turşu reaksiyaya girir. Deməli, turşunun molu 0,5 moldur. Da, конечно, 0,5 moldur. Bəs mollar qatlıq nəyə bərabərdir? Suala. C bərabərdir 0,5-i 0,25-ə bölsəm, cavab 2 m, yəni mollar qatlıq 2-yə bərabər olar. Bu qədər uşaqlar. Çox sağ olun. Axşama videonu hazırlayıb atacağım sizə. Diqqətlə işləyin və video izahları nəzərinizdən keçirdin.